Çox gözəl. Ramila həyəcanlı. Ramila demək edəndə belə həyəcanlı. Yəni, bilirsiniz necədir? Belə baxırsan, efirdən çox adi gəlir. Söz dedim, həyəcanlı. Çox adi gəlir. Çox adi gəlir, amma əslində adi deyil. Salatı. Mən dünən Hidayət müəllimgilin evində o dərəcədə çaşbaş qaldım ki, menyudan kənar o qədər yeməklər var idi ki, çalışdım ki, bugün mən menyudan kənar çıxmayım. Birinci salatımı sizə təqdim eləmək istəyirəm. Yunan salatıdır. Aha, bu Yunan salatıdır. Sevin indicə bir dənə şey tapmışdı burada, əmma tapmışdı. Özdə Hidayət müəllimlə birləşmişlər. Nəsə düzüb qoşurdular orada. Nə idi o elə? Elmasıydı. Çünki çarx burada durmalı, qaşıq həmişə. Sən necədir? Elə görmüşəm, mən bilmirəm sizə həmişə bıçaqla çəngəl qaşıq burada durmalı. Elədir, amma mən Versace stilini seçdim, klassik stili seçdim. Hazırlaşırdım, bir çox... Aydındır, amma çox Versace'dən xəbərin yoxdur. Ona görə də klassik stil, yəni bu adi bir şeydir. Yəni modern üsulda olar çəngəl. Özü də çox rahatdır. Məsəl üçün, çəngəli sol əlinlə götürürsən, qaşığı sağ əlinlə götürürsən. Sevinç cavab hazırlayacaq. Sevinç. Yox, ən azı biz boşqablara baxanda o Versace üslubumuz gəlir. Yəni burada əsas məqsəd nədən ibarətdir? Versace deyil. İstər-istəməz yeməyə başlayanda ilk növbədə elə salat yeyirsən, nə bilmə yeyirsən, birinci dəfə deyil, onda çəngəllə bıçaqdan istifadə eləməli olursan. Qaşıq qalır sonra. Ona məcbursanız artıq mən belə eləməliyəm, buradan götürməliyəm bunu. Elə bir deyir o Versace stilidir. Versace. Onlar da müşahman oldular. Axtarsan sadəcə ora biraz dərinliyinə getsək, onlar da tapacaq ki, onlar da doğrudan da. Amel, sənin stəkanın ortadan götürdün, sən niyə dik qalmışsan belə? Stəkanı götür. Onun stəkanı bükümsən, hə, elə? Bəli, stəkan. O hansı stildir, o da Versace-dir. Belə deyək də, süfrəni hazırlığı gedəndə, yəni düşünəndə ki, necə açmalıydım. Yəni, elə bilin ki, 3 gün hazırlaşırdım, internetdən müəyyən məqalələr oxudum, məşbəq, filan, nə bilim, yeməklərin bir-birinə uyğun gəlməsi və s. Yunan salatıdır, birinci salatımız. İbrahimin evində biz dardıq, çoban salatı idi. İbrahim də pendir əlavə etmişdi. Amma mən bura, əslində, İtalyan pendiri əlavə olunur. Mən bura gürcü pendiri əlavə elədim, sulğun. Yunan salatında olur kök. Yunan salatında olmur kök. Yəni bu kökü sadəcə dekorasiya üçün istifadə eləmişəm. Çox sağ olun. Sevinç, nə fikirləşsən bala? Yeməklər də baxacaq, yoxsa ümumiyyətlə Dadlıydı burada ama. görünüş olaraq 3 süfrə gördük biz. Bu gürruşuna görə hansı süfrə daha görünüşcə gözəldir? Yəni Üçünün arasında. Bunun arasında Baxdırmaya qoyursan. Bunu biz müzakirə eləməliyik də. Peret fakt olsa, pozitiv. süfrəsi daha stillidir, hər şey. Dünə qapıdan girəndə bəs paxıllığı da tutdu. Hidayət müəllim, mən muncuğu görən kim belədir? Vay, mən də muncuq görəyim. Amma mən dəyişdim biraz. Evə gəldim, mən də eyni bir şey fikirləşmişdim. Yəni bir gecədə dəyişildim. Sağ ol. Mən bu belə süfrətləri bilmirəm. Mən bilsəm deyən ki, mən axıracaq qonağına deyim. Hamısına baxım, özümə nəticə çıxır. Düşünürük ki, indi Ramilə nəticə çıxardıq, hə? Yoxsa? Amma mən bura gələndə Ramilə dedi ki, fərqi yoxdur, kim birinci olur olsun. Yəni o birinci də olmağı istəyirdi. Birinci olmaq fikrim də var idi. İstəyirdim ki, birinci bizdə olsun qonaqlıq. Amma inanın ki, inan belə ki, iştirakçılara demək istəyərdim ki, daha yaxşı sonraki iştirakçı olmaz daha yaxşıdır. Nələrsə öyrənirsən, nələrsə detallara fikir verirsən. Sevinç yəni Amillə Sevinç yəni axıra qaldıqca daha yaxşı şeylər fikirləşəcəklər də. İndi Amil oturub baxır süfrəyə deyir, mən bundan yaxşı maçayım. bunların yoxsa Amil qoyulub, stolun dizaynı, hər şey ilk öncədən fikirləşmişəm. Mənim üçün dizaynla önəmli yeməyin dadıdır.
Günə baxan salatı. Bu günə baxan salatıdır. Ay, oxşuyur olsa günə baxan. Günə baxan salatıdır. Bax, harcılar Çox gözəldir məncə. Əslində bunu həyatda ilk dəfə hazırladım. Reseptini yenə deyirəm, sağ olsun interneti fikirləşənlər. Reseptini internetdən götürdüm, bəzək düzümünü də internetdən götürdüm. İnşallah yenə də Bu qaradalı bişmiş halda, nə olur üstə? konseptləşdirilmişdir. Bəli. Konseptləşdirildi Yenə bu. də istəyirəm bir adətlərimizə riayət eləyək. Hidayət müəllim. Bəli. Ona görə deyirdim, həmişə birinci mənədir. Yəni bizdə bir də görürsüz çəkiliş eləyirik də, Hidayət müəllim. Elə qonaqlarımız olur ki, ona deyəndə ki, ağsaqqalsan, böyüksən, bizdən hamımızdan böyüyü burada var, xətirlərinə dəyər. Çox insanın xatirinə dəyər, onun yaşını deyəndə. Günə baxanımızın dekoru pozuldu. Həmliklə yanaşmaq lazımdır, yaşı danmaq Amma lazımdır. qonaqlarımıza dəyir. Günə baxan salatımızın. Deməli, bu da günə baxan salatımızdır. Ramil, sən isə bunu təqdim edəndən sonra şorbamızın arxasınca getkinən biraz vaxt da itirməyək. Salatı bəyəndik yoxsa? Mən bir şey deyim, salatın tərkibində hər şey çox belə, türklər demiş taxılıdır. Çox var. Bəli. Burada külqabı görmürük biz. Aha. Atmaq üçün nələrsə, salfet. Olmasa bir şey Hə də yəni nələrsə. İradınızı qəbul edirəm. Yəni varım idi, amma çox belə necə bilərik, oyuna giririk biz, daxil oluruq oyuna. Çünki nəyə görə demək istəyirəm? Çünki müəyyən detalları mən nəzərə aldım. Yəni diş təmizləyənlər, nə bilim, duz məsələsi. Məsəl üçün İbrahimin evində duz yox idi. Üstünü vurmadıq. Üstünü vurmadılar. Amma dünənlərin sizdə diş çöpü yox idi, sevinc onu irad tutdu ki, diş çöpü yoxdur. Ola bilər, ola bilər. Elə qoyaq bura ortaya. Hər günlük sürfəmizdə də diş çöpü olur. Siz təsəvvür edirsinizmi? O gün Yəni olmalıdır. Yəni o gün necə nəzərdən qalıb ola bilər belə şeylər. Onu nədən bildim? Mən gəzdim, axtardım, çoxa bildim. Hə, deməli sən nəsə bərt deyirdin ortada, qarışdı məsələ. Xoşuma gəldi salat. Tuzu da hər şeydən